Bu işimizin də yeşununa gəldik, çatdıq. Hansı ki, bu işimiz il yarımından öncə çəkmişdim. Bu o parketdir ki, bu parketi heç bir usta öhdəliyinə götürmürdü və konkret olaraq bildirirdilər ki, bu parket sökülməlidir, yenisi ilə əvəz olunmalıdır. Çünki bu parketin üstünə 10 il su axmışdı. Nəzərə alsaq ki, sonuncu mərtəbədir və trişada problem var idi. Ona görə bu parketimizin bütöv 80% üstünə su tökülmüşdü. Və günün altında qalmışdı, pəncərələrdə problemlər var idi, açıq qalmışdı, şaxta görmüşdü. Nəticə ondan ibarətdir ki, buna heç bir usta öhdəlik vermirdi. Bizim o parketi bu vəziyyətə, yenidən seçilməyəcək bir vəziyyətə gətirən bizim ustamız var. Rasim usta öz işinin peşəkarıdır. Öz işinə, təcrübəsinə arxeyin olaraq bu işi öhdəsinə götürdü və tam yeni vəziyyətə gətirəcəyinə qarantiya verdi və həqiqətən də öhdəsindən gəldi. Şilfovka olunub, dolğu vurulub, bir sloyda lak vurulub, üstü spirtovlu kardonla izolyasiya olunmuşdu və il yarımdan sonra açmışıq. Çox gözəl vəziyyətdə də qalıb. Hal-hazırda spirtovlu kardon götürəndən sonra 2 sloy lak vurulub və sonuncu lakımız vurulur. Loba firmasının lakından istifadə edirik, dolğusundan istifadə edirik. Çox gözəl bir məhsuldur. Bizim bu işin öhdəsindən peşəkarcasına gəlmiş ustamız hal-hazırda sonuncu düz lakını vurur. Sənətkar yorulmayasan, əlin qolun var olsun. Çox gözəl bir iş bacardın. Gözəl iş ərsiyə gətirdin. Həm prorabı, həm ev sahibi, gələn bütün ustalar tərəfindən çox bəyənildi. Yorulmayasınız, əliniz qolunuz var olsun. Bu bizim axırıncı, sonuncu spirtovlu kardonla döşənməmişdən onu da daxil etsək 4, ondan sonra 3-cü sloy lakımızı vururuq. Rasim usta, nəsə sözünüz var? Daha sağ olun. Sizin kimi kaliteli işləməyə həqiqətən dəyər. Biz işimizi reklam eləməsək də tanıyanlarla sağ olun, sənətkar.